Rəhman və Rəhim olan Allahın adıyla. Xoş gəldik sizlərə, əziz müsəlman bacı və qardaşlarımız bu mübarək Ramazan ayında. Ramazan ayında biz illər öncə sizinlə görüşmüşdük. Ramazan ayının günlərinin, dualarının şərhini danışmışdıq. Bu Ramazan mübarəkdə dedik, bəlkə yenə də faydalı olaq. Ona görə də hər gün bir ayənin barəsində sizlərlə qısa danışacaq. Yəni 30 gün 30 ayə inşallah biz sizlərlə danışacaq. Birinci ayə Bəqərə surəsinin 183-cü ayəsidir. Bu ayədə Allah Teala iman əhlinə çağırış edir. Ey iman əhli, sizlər üçün oruc vacib oldu. Burada iman əhlini Allah Teala səsləyir və onlara deyir ki, oruc artıq sizlər üçün vacibdir. Çünki biz bilirik ki, İslamın əvvəllərində bir çox şeylər, vaciblər və yaxud da qadağalar hamısı birdən-bir olmayıb. Bunlar tədrici bir şəkildə olub, yavaş-yavaş olub. Bəzi şeylər yavaş-yavaş vacib olub, bəzi qadağalar yavaş-yavaş aradan götürülüb və qadağan olunub. Oruc da eyni zamanda həmin o vacib əməllərdəndir ki, Allah Teala burada sırf iman əhlinə buyurur ki, iman əhli sizlər üçün oruc vacib oldu və daha sonra həmin bu orucun vacib olmağının hikmətini Allah Teala buyurur. Buyurur ki, bu oruc ona görə sizlərə vacib oldu ki, bəlkə siz təqvalı olasınız. Yəni, oruc tutmağın hikməti təqvalı olmaqdır, insan günahlardan çəkinməkdir, boş-boşuna ac qalmamağıdır, boş-boşuna susuz qalmamağıdır. Bu aclıq və susuzluğun yanında eyni zamanda bir sıra işlər olmalıdır ki, bu işlər Allahla rabitəni bərqərar eləsin. Məsələn, çoxlu zikirlər olmalıdır, Quran-ı Kərimlə əlaqəsi olmalıdır, xeyir işlər görməlidir və bütün o işləri görməlidir ki, o işlər Allahla əlaqəni bərqərar eləsin. Əgər bu cür olmasa, insana boş aclıq qalır və boş aclıq qalan zamanda da təqvadan söhbət gedə bilməz. Təqvanın yanında, əgər biz orucun yanında mütləq təqva olmalıdır və əgər biz istəyiriksə təqvamız olsun, mütləq şəkildə bu orucun yanında hər hansısa bir əməlimiz olmalıdır. Allah Teala'dan bu ayda etdiyimiz bütün kiçik və böyük əməlləri bizlərdən qəbul etməyi təmənna edirik. Sağ olun, hələlik.